Müraciətlərim fərqli olsa da məzmunca onların deyə bilərəm ki, ana xətti dəyişməz olaraq qalır ki, biz ancaq özümüzə güvənə bilərik. Bugün artıq bu barədə mən dedim. Baxmayaraq ki, Azərbaycanın çox böyük təbii sərvətləri olub, da uzun illərdən bəri onlardan heç biri, yəni sözün əsl mənasında Azərbaycan xalqının inkişafına, Azərbaycan o vaxt müstəqil olmayan respublikasının inkişafına heç biri, yəni heç bir rol oynamır. Biz daha çox verirdik, Ümumi İttifaq büdcəsinə nəinki alırdıq və cəmi 2 respublika var. Biz verirdik, heç nə almırdıq. Bizdən neft aparılırdı, Sumqayıt şəhəri deməli ekoloji fəlakətə çevrilmişdir. Nəticədə Sovet İttifaqı dağılanda hər şey viran qalmışdı, torpaqlarımız da əldən getmişdi. Ancaq özümüzə güvənməliyik və dövlətə güvənməliyik. Və birlik heç vaxt sarsılmamalıdır. Və nə üçün mən bunu deyirəm? Bəlkə də bugün bunu demək o qədər də məntiqli səslənməz. Çünki bugün Azərbaycan cəmiyyətində olan birlik buna indi oxşar mənzərə tapmaq da çətindir. Çünki bu ürəkdən gələn, insanların zihnindən gələn birləşən, belə bir çay birləşir bir yerə, bax budur. Həm qəlbdən, həm necə deyərlər, fikir olaraq. Amma biz gələcəyə baxmalıyıq. Dünya dəyişir və bu barədə də danışmışıq. Yeni təhdidlər ortaya çıxır, yeni təhribatlar. Əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, olmayacaq. Heç və olmayacaq. Bu mübarizə daimi olmalıdır. Və mübarizə öz hüquqlarımızı qorumaq üçün, mübarizə öz milli kimliyimizi qorumaq üçün, öz müstəqilliyimizi öz əlimizdə saxlamaq üçün. Bir çox misallar var ki, bəzi ölkələr, onların rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu onları qoruyacaq. Amma nəticə itibarilə olurlar qurban. Böyük oyunların qurbanları. Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm zəfər görüb, həm də bugün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır. Ona görə gələcək nəsillərə ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın. Gənc nəsillədir bu sözləri. Milli kimlik hər şeydən üstün olmalıdır. Milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, indi olur belə hadisələr. Amma gərək heç vaxt əyilməyəsən, sınmayasan, heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diktəsi ilə oturub durmamalısan. Lazım olsa, ölsən də belə ləyaqətlə gərək yaşayasan və öz evladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan. Ona görə bizim gələcək inkişafımız gənc nəsilə bağlı olacaq. Haradasa 20 il, 30 il, 50 il sonra onlar da bizim kimi olmalıdırlar. Vətənə bağlı, mətin, iradəli, güclü ki, daim Azərbaycan yüksəklərdə olsun.